Necə edək ki, yaxşı vərdişləri formalaşdıraq, pis vərdişlərdən xilas olaq? Bu barədə xeyli kitablar yazılıb. Məşhur kitablardan biri Atomik Vərdişlər kitabıdır. Atomic Habits. James Clear adlı müəllifdir. Kitab 2018-ci ildə yazılıb. Artıq 20 milyona yaxın satışı olub. Müəllif akademisyen deyil, yəni doktor, professor deyil, amma kitab elmə istinadlarla doludur. Yəni dəqiq kitabdır, nağıl deyil. Sarı psixologiya deyil yəni. Orada 4 dənə qanun deyir. O qanunlardan əvvəl maraqlı gedişlər eləyir orada. Bir stendi Frankfurtda bu kitab üçün ayırmışdılar. Görürsünüz, təkcə bu kitab üçün. Bu kitab üçün orada bir dənə Bəli. İndi deməli pis vərdişlərdən xilas olmaq və yaxşı vərdişlərdən qurtarmaq üçün 4 dənə yol deyir orada. İndi o 4 dənə yoldan əvvəl bəzi məqamları xatırladır. Deyir ki, məqsədi təyin et. Çox vacibdir, çox vacibdir. Saatlarla baba bunda danışmaq olar elə burada. Məqsədi təyin et. Sistemə fokuslan. Sistemə fokuslan. Məqsədi təyin et, sistemə. Bu nə deməkdir? Çox sadə bir misal. Əgər sənin əzizim, sənin məqsədin yoxdur, ona bu problemdir. Birinci məqsəd təyin elə özünə. Hara çatmaq istəyirsən, bu vacibdir. Mən Şəkiyə getmək istəyirəm. Şəki misalını çox sevirəm. Gəncəyə getmək istəyirəm, Lənkərana getmək istəyirəm. Əla. Təyin elədin. Öz marağına uyğun, istedadına uyğun, cəmiyyətdə buna pul verirlərmi? Tələbat varmı? Bundan sən dolanışığını təmin edə bilərsənmi? Bunlar hamısı var da orada. Mən Şəkiyə çatmaq istəyirəm, məqsəd əla. İndi yola düşürsən. Deyir, yola düşəndə fikrin qalmasın Şəkidə. 2 cür var da. Bir adam var Bakıdan yola düşür Şəkiyə. Hey, narahatdır. Nə vaxt çatacağıq Şəkiyə? Nə vaxt çatacağıq? İkinci adam isə yol boyu yola baxır. Şamaxıya çatır, oradan həzz alır. Nə bilim, Şamaxıdan əvvəl Qobustan rayonu var. Ora çatır, orada nəsə bir kəşf eləyir. Dağa baxır, təbiətə baxır. Yolun özündən həzz alır. O Salam Sarvan demişdi, mən gələ bilməyəcəm, yolu qarşıla. İndi o poetik bir şeydir də. Bu yolun özündən həzz alır, prosesin özündən. Əzizim, sənin Şəkiyə çatmağın üçün bu yolu qət etməyin lazımdır yoxsa yox? Əlbəttə lazımdır. 2 cür sən bu yolu gedə bilərsən. 1, darxa, sıxla, deyinirsən, danışırsan ki, biz nə vaxt çatacağıq Şəkiyə? Enerjinə hədər verirsən. 2, təyin eləmirsən, yolu da seçmisən. Bəli, bu yol gedir Şəkiyə. Yolu düz gedirəm. Amma 4 saat zaman lazımdır Bakıdan ora. Bu 4 saat zamanı artıq, bu sistemdir, bu yoldur. Fokuslanırsan yolun özünə. Yolun özündən həzz al, prosesin özündən həzz al. Yoldan, dağdan, meşədən, dərədən həzz al. Və yaxud yol boyu dostlarla söhbət edirsən, o söhbətdən həzz al. Və nəticədə sən Şəkiyə çatacaqsan. Burada enerjinə qənaət edirsən. Çünki deyinəndə insan enerjisi gedir axı. Deyinib danışanda. Enerji xərcləyirsən, hədər.